sülh yol qovşağı bu əslində bütün təşəbbüslərin bir tənzimlənməsini özündə nəzərdə tutur. İstər İpək yolu, istər bir kəmər bir yol, istər Transxəzər dəhlizi və yaxudsə Fars körfəzi və Xəzər dənizi regionu. Əlbəttə ki, burada həm Gürcüstan, həm digər ölkələr də, region ölkələri də daxildir. Beləliklə, sizin belə bir mühüm təşəbbüsə münasibətiniz necədir? Çünki bu dinamika yarada bilər, bu da təkkan verə bilər. Çünki Vaşinqtonun hər iki administrasiyası buna dəstək veribdir. Bilirsiniz, 4 illik müddətdə əgər bu təsdiqlənərsə, ondan sonra 100 il xeyri olacaqdır, faydası olacaqdır. Təşəkkür edirəm. Bilirsiniz, hüquqi məsələlərə gəldikdə, Ermənistanın konstitusiyasına bağlı məsələdə mən təfərrüatlara çox getmək istəməzdim. Siz burada qeyd etdiniz. Müstəqillik haqqında bəyanata gəldikdə, Ermənistanın orada mətnində Azərbaycana ərazi iddiaları var. Bu, bəli, bu preambulada yazılıbdır, konstitusiyada bu var. Biz bunu Wikipediyadan yoxlaya bilərik. Elə biz görüşümüzü başa çatdırmazdan öncə siz baxa bilərsiniz. Və konstitusiya məhkəməsi də heç də konstitusiyadan üstün götürülə bilməz. Mən hüquqşünas deyiləm, amma mən bunu başa düşürəm. Ona görə həmin bu istinadın Ermənistan konstitusiyasından çıxarılması bu yeganə ilkin şərtdir ki, qalır, həll olunmamış qalır sülh sazişinin imzalanması üçün və bugün Ermənistanla Azərbaycan arasında daha çox anlaşma var ki, yəni bununla bağlı hansı addım atılmalıdır? O ki, qaldı sülh yol qovşağına gəldikdə, bilirsiniz, Prezident Trump qayıtdıqdan sonra TRIP layihəsini irəli sürdü. Və daha sonra isə başqa bir Biden kimi prezident gəlsə, onda o sizin yol qovşağınızı yenidən gündəmə gətirəcək.